gördük hər birinizi. Bizim YouTube kanalımıza abunə olanlar, olmayanlar, xəbəri olub baxanlar, Instagramdan gələnlər fərqi yoxdur. Hər birinizi salamlayırıq, hal-hazırda bizi izləyənlər. Bir neçə həftə bundan qabaq, bir neçə gün bundan qabaq mən Instagramda post paylaşmışdım ki, ay gənclər, sizi təzə restoranla tanış eləyəcəm, sizi dəvət eləyəcəm, qonaq filan peşməkan. Dəvətimi qəbul elədilər, hal-hazırda buradadılar, amma dəvət eləmişəm, o demək deyil ki, hesabı da mən ödəyəcəm. Yəni, hesab necə olmalıdır? Amma belə sürprizlər olur, tez-tez. Sevindirir bizə sürprizlərinə. O hərdən olurdu. İndi bu biraz böyük qonaqlıqdır axı. Böyük qonaqlıq olduğuna görə hesabı mən verməyim də. Dəvət elədi, özü bir dənə şərtimiz var. Bəli. Ki, mənə sərf eləməyən şərt qoy özü desin. Mənə sərf eləmir. Səni eləyər. Şərt mənə sərf eləyir əslində, nə yalan deyim. Yəni, işlərində güya ən çox yeyən mənəm. Belə olacaq. Hər birimiz eyni yeməkləri sifariş eləyəcək. Yəni, hərəmizə eyni yeməklər gələcək. Və kim tez yeyib bitirsə, o hesaba yaxın durmayacaq, ödəməyəcək. Uduzan hesabın 50%-ni ödəyəcək, üçüncü 30%, ikinci yer isə 20%, yəni belə də. Delə. Odur ki, uşaqlar, nə edəyək? Sifarişləri verək. Neyin olacaq? Biz nədir ki, sifarişləri biz restoran şəkildə bu sifarişləri? Olar. Onda biz onda sifariş verməyək. Restoran nə gələcəksə... Mən narahatam, açılır. Mən narahat edirəm. Çünki belə seçir, dava düşəcəkdir. Mən onu istəmirəm, mən onu istəmirəm. Onda nə edirik? Zəhmət olmasa yaxın. Restoran bizə ikram edirsə, onu yiyik. Salam veririk. Siz bizə birinci şorba, daha sonra salat, daha sonra 2 cür ana yemək. Hansı yeməkləri verəcəksə, təklif edəcəksə, biz onları yiyəcəyik. Yaxşı? Gözləyirik onu. Başqa yolumuz yoxdur zaten. Əsas şərt nədir? Bax, cığalçılıq olmasın, mən axşama kimi yeyirəm, söhbəti falan olmasın deyə. Mən supu yedim, qutardım, salata keçirəm. Nərimi də yedi, salata keçdi. Sevinç də yedi, salata keçdi. Amma sən hər yer supdasansa, sən artıq çıxdın. Yəni ki, kim axıra qaldı, şey elədirsə, biz artıq keçdik sana. Baxıllıq zət deyil. Ətini yeməyə də bilərsən. Sip edə bilərik. Hə. Niyə ki, özün xoşuna gəlir, əti də yiyər. Supdur bu. Başlamayın da, qoy biraz soyusun. Supdur bu, ətini yeməyə də bilərsən. Yiyərsiz, ət də yiyər. İstidir, yanacaq. Yaxşı, qoy soysun. 3, 2, 1 başladı. Bu ayda yandım. Bitirdim. Mən də ayda Raman möhtəşəm yeyirsən. Allah qalsın. Onlar əti kartoşkanı yeməyə bilərsən. Yox, hamısı yiyiləcək. Supdur bu, sayılmır. Yeməyə bilərsən. Onu yemək, belə şey. Sevinç iyi də, nə olur? Ət də yiyiləcək. Qutardı, yeyilməyəcək. Supdur bu. Su da qalsın da. Orada su da var. Supdur. Yaxşı da. Ət qaşlar istəyir. Yeyilməyəcək. Kəmal düz deyir, hamısı yiyilməlidir, mənə dəxli yox. Yox. Bu Sevincin qabıdır. Bu Nərminindir, maşallah. Bu da Amalənindir. Sümüyün üstündə ət qalıb, yedi onları. Sevinç elə ilk mərhələdə uduzdu. Supda elə, şorbada Sevinclə vidalaşdıq. Mənim damağım yanıb hal-hazırda. İndi salat. Burada, bu yarışmada, bunda uduzan hesabın neçə faizini? 30%-ni ödəyəcək. Bacı narahat olma, qardaşın gəlir. 3, 2, 1.
Oynamak istiyorsan, kamerayı sen kaldın. 30 sen. Ne var? Burada nasıl bu? Yok. Mən nəfəs almadım desəm inanarsınız. Bak. Aha, tamam. Gördün onu. Orada. Sen kaldın. Ay mamay Allah'ım yapmışam. Ben yine kaldım. Ye. Öldüm. Çox. Saçımı yığın, əsas mübarizə başlayır. 50 ilə gedir, sayılmır. 50'den qorxurdum, 30 yaptı, 20 bomba. Bunu rahat uduzaram sən. 50-də Bunu iştahla yiyəcəm də. 50 ilə yemək sayılmır. Fərqi nədir? Fərqi nədir ki, əlini? Fərqi odur ki, bu şey Get gəlirəm. deməli 30% mənlikdir. Mübarizə gedəcək 20% üstündə. Gəlsin yeməklər. Əlbəttə ki, gəlir bu deyil. Nərimin saçlarını falan yığıb hazırdır. Mən üz gördüm sən. Mən nəfəs almadım. O Bilirsiniz? olsun. Mənəm pilososlar belə çəkmə, biləsən. Mən də Növbəti yemək hazırdır. Dayanıb bir tane nəfəs alaq. Gəlsin. Dayanıb bu nə hərəkət? Xeyr. Burnumuzdan gəl. Gəlsin. Deməli, Ramonla Nərmin qaldılar. Uduzan, sona qalan. Nərmin adı startladı. Əllərim bir dənə çək bunları. Eləmə də, Nərmin. Oy. Uduzan hesabın 20%-ni ödəyəcək. Centilmen. Udan isə hesab ümumiyyətlə yaxın durmayacaq hesaba. Deməli, hazırsınız gənclər? Amma Başqa vaxt yeməklər gec gəlir. Elə qutaran kimi gəlir. 3, 2, 1, başlayın. Nərmin. Çox tatlıdır. Əsamlasın sən. Nərmin, davay Nərmin, halal olsun sən davay. Arkadaşlar. Nərmin, sual, ətləri ye, Nərmin, ətləri ye. Elə yox, köktür ye, əllə ye, əllə ye. Nərmin, ud, ud. Uzun. Süperim. Oy da Nərmin halal olsun. Rama. Ona təcili yardım çağırın. Bunlar yeməyəcək. Yox. Hə. Mən tamam. Onlar yeməyəcək. Yo, yo, yo. De qurtarın Nərmin. Nəfəs al. Nəfəs al, su iç. 30% 20% böyük fərq eləmir amma. Əjdahaymış bu. Yanımızda əjdaha, drakoşa gəzdirir. Yanımızda xəbərimiz yox. Ayda. Hə. Su elimdə. Ala, mən içməmişəm ha. Bir moment oldu. Mima getdi.
Ona görə gözüm zatda oldu, demiyordum. Dem geri gedir. Deyim ki, De. kaş elə mən də birinci sevinç kimi olacaq, sivil şəkildə mən də yiyəm. Kim iğrenç formada yedik. Çok sevinçli bir şey. Sevinç amma 50%. Hesabı zəhmət olmasa verə bilərsiniz. Deyirsən burnumuzdan gəlsin. Bəli. Uca burundan tökməyə mən Mən qalmam. tələsməzdim. Və gözlənilən an gəldi, hesabımız gəldi. Birinci mən baxım. Mən də baxım. Bir dəqiqə. Az deyə. Aa, bu nə yaxşı. Baxın. Baxın da. Nə bilim nədir? Vaxtı belə şeylər olmalı, normal. Nəysə. 30% sen ödürsen sen 115'te kalır. Çıktığın o 34 manat var, onu çıkırsan. Yerde kalanı sen ödürsen. Aa, bitki çürəyi yedirsiniz. Bax, rahatsan. Rahatsan da Çox pul rahat. ödəmirsən axı. Nəysə. Eli ürəyin yanır, 5-10 manat çıxart qoy ortalığa. Ət çəkən maşın idin elə bir. 115 manat 15'lik verirler. 15 vay Allah, 15 manatı dağlamış sizə. Heç qoz Koroğlu elə yeyə bilmirsən yedin. Amma mən sənə deyim, orada hesabda latte matte da gördüm yəni. Onu biz içməmişdik, yəni biləsən. Onu da içənlər var. Daha operatorla. Yo onda mı? Aa, qoşqav olar, mən ödəyə bilmərəm. 30 neçə manat çıxan özləri ödəyər. Vay vay vay. Nəysə uşaqlar, sağ olun. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik. Bugün də qeyd edeyim, harda əgər maraqlıdırsa sizə biz hardaydıq. Tatel Bakudaydıq. Belə də ki, çox az bizi öldürməyin. 25% endirimimiz var. O 25% məndən çıxar, sən elə bir 20% də öl məndə. Mənim 5 sənə 20'si mən. Təpə daxqa. Sağ Əziyyət olun. çəkmişəm. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik. Kommentdə fikirlərinizi yazmağı unutmayın.